Miqdam ibn Mə'd Kərib, Allah ondan razı olsun, rivayet edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurdu. Bilin və agah olun ki, mənə Quran ilə birlikdə onun bir bənzəri verilmişdir. Diqqətli olun, taxtına söykənmiş tox bir adamın sizə tək Qurandan yapışın, onda tapdığınız halalı halal, haram isə haram qəbul edin deyəcəyi gündən ehtiyat edin. Əbu Davud 4606-cı hədis. Hədisin izahı. Birincisi, mənə Quran ilə birlikdə onun bir bənzəri verilmişdir. Yəni Allah Peyğəmbərə sallallahu aleyhi və səlləm təkcə Quranı deyil, həm də onun təfsiri və praktik tətbiqi olan sünnəni bəxş etmişdir. Sünnə Quranın tamamlayıcısıdır. İkincisi, yalnız Quranla yetilmək istəyənlərə xəbərdarlıq. Peyğəmbər sallallahu aleyhi və səlləm gələcəkdə bəzi insanların çıxıb, bizə yalnız Quran yetər, sünnəyə ehtiyac yoxdur deyəcəyini xəbər verir. Bu yanaşma isə səhvdir. Çünki Quran ümumi qaydalar verir, sünnə isə onları izah edir. Məsələn, namazın necə qılınması, zəkatın hesablanması və s. Peyğəmbərin sallallahu aleyhi və səlləm həyat tərzi və əməlləri olmadan İslamı düzgün başa düşmək mümkün deyil. Üçüncüsü, halal və haram yalnız Quranda axtarılırmı? Hədis göstərir ki, bəzi insanlar Quranda açıq yazılmayan məsələləri görməməzliyə vurub sünnəni rədd edəcəklər. Halbuki İslam hüququ həm Quran, həm də sünnə əsasında qurulur. Bu rəvayət hədis inkarçılarının olacağına işarədir və müasir dövrdə bu fitnə geniş yayılmağa başlamışdır.